Anton Çexov, Yaylaqçılar. Təzəcə evlənmiş ər-arvad bağ dayanacağının platformasında var-gəl edirdi. Kişi qadının belini qucaqlamışdı. Qadınsa ona sığınmışdı. Onların hər ikisi xoşbəxt idi. Bulud layların arxasından ay onlara baxırdı. Qaşqabağını tökmüşdü. Elə bil özünün darıxdırıcı, lazımsız bakirəliyindən dilxor olurdu, utanırdı. Donuq havanı yasəmən və meşə gilasının ətri bürümüşdü. Dəmir yolundan uzaqlardan çəkçəkənin qışqırığı eşidildi. Qadın, "Nə yaxşıdır, Saşa, nə yaxşıdır," dedi. Doğrudan da adam elə gəlir ki, bütün bunların hamısı yuxudur. Bir gör, bu kolluq adama necə mehriban baxır, necə rahat baxır. Bu möhtərəm, qaradinməz teleqraf dirəkləri bir gör necə xoşa gəlimlidir. Landşaftı canlandıran da bu teleqraf dirəkləridir. Hardasa yaşayan insanların, mədəniyyətin varlığından xəbər verən də uzaqdan gələn qatarın taqqıltısını, küləyin sənə çatdırması məgər xoşuna gəlmir? Gəlir, əlbəttə gəlir. Amma əllərin yaman istidə, həyəcanlanırsan, ondandır. Var ya, şama nə hazırlayıblar? Ovduq və cücə. Cücə ikimizə də bəsdir. Şəhərdən sənə sardina və balıq gətiriblər. Ay küskün adamlar kimi buludların arxasında gizləndi. İnsanların xoşbəxtliyi ona özünün yalqızlığını, meşələr, vadilər boyunca uzanmış yatağının tənhalığını xatırladırdı. Qatar gəlir, Varya dilləndi. Gör nə yaxşıdır. Uzaqdan 3 odlu göz göründü. Dayanacağın rəisi platformaya çıxdı. Qaranlıqda reyslər boyunca odlu işarələr sayrışırdı. Saşa. Qatarı yola salıb evə gedək, deyib əsnədi. Yaxşı yaşayırıq, Varya. O qədər yaxşı yaşayırıq ki, adamın inanmağı da gəlmir. Qara bədheybət sakitcə platformaya yaxınlaşıb dayandı. Yarqaranlıq vaqon pəncərələrindən yuxulu sifətlər, şilyapalar, çiyinlər göründü. Vaqonların birindən səs eşidildi. Oy, Varya, əri ilə bizi qarşılamağa gəlibdi. Odur bax, onlardır. Varyenka, Variçka, oy. Vaqondan 2 qız çıxıb Varyanın boynuna sarıldılar. Onlardan sonra dolu, yaşlı bir xanım, xırda bakembarları çallaşmış uzun, arıq cənab, sonra yüklə şələlənmiş 2 gimnazist, gimnazistdən sonra mürəbbiyə, mürəbbiyədən sonra nənə göründü. Bu da biz, dostum. Xırda bakembarlı cənab Saşanın əlini sıxaraq dilləndi. Deyəsən, gözləməkdən bezmisən. Yəqin dayını söyürdün ki, görünmür, gəlib getmir. Kolya, Kostya, Nina, Fifa, uşaqlar. Dayaqlı Saşanı öpün. Köklü, köməkli 3-4 günlüyə sizə gəlmişik. Güman edirəm ki, sizi narahat etmərik. Sən, xahiş edirəm, utanma. Dayını ailəsi ilə birlikdə görən ər-arvadı dəhşət bürüdü. Dayısı görüşənə, danışana qədər Saşa təsəvvürünə gətirdi ki, budur, ər-arvad 3 otaqlarını, balışlarını, adyallarını qonaqlara verirlər. Balıq, sardina və ovdu bir andaca yeyilib qurtarır. Dayı uşaqları güdçəyi qırırlar, mürəkkəbi tökürlər, çığır, bağır salırlar, xala bütün günü xəstəliyindən və əslən Baronessa von Findix nəslindən olmasından danışır.
Saşa artıq cavan arvadına nifrətlə baxırdı. Üzünü ona tutub nifrətlə dilləndi. Onlar sənin yanına gəliblər. Allah onlara lənət eləsin. Yox, sənin, Varya ağararaq nifrətlə və acıqla cavab verdi. Onlar mənim qohumlarım deyil, sənin qohumlarındır. Sonra qonaqlara sarı dönərək gülər üzlə dedi. Xoş gəlmisiniz. Buludların arxasından ay yenidən göründü. O, elə bir gülümsəyirdi. Sanki qohumlarının olmaması ona ləzzət verirdi. Qonaqlar acıqlı, ümidsizləşmiş sifətini görməsinlər deyə Saşa üzünü yana çevirdi. Səsinə şən, xoş ifadə verərək dedi. Xoş gəlmisiniz. Xoş gəlmisiniz əziz qonaqlar.